Salam uşaqlar, 2023-cü il 1-ci qrup Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaq suallarının izahına baxaq. Deməli, doymuş karbohidrogenləri göstərin. Doymuş karbohidrogenlərin ümumi formulu CnH2 plus 2 formuluna uyğun olan karbohidrogenlərdir. C2H4, C5H10, C4H6, C2H4 bu formulu ödənir. Sualın düzgün cavabı 61 eləyəcək D variantı. 62-ci sualına davam eləyək. 1 mol xrom 3 hidroksid və 1 mol H-klor. Reaksiyanı yazırıq. Xrom OH 3 dəfə, üzərinə gəlsin H-klor. Yoldaşlar, xrom 3 hidroksid olan OH-ın biri ilə hidrogen su verir. 1 mol su ayrılır. Yerdə nə qalır? Xrom OH 3 dənə idi. Biri getdi xrom OH 2 xlor. Yəni xrom 3 dihidroksixlorid. İndi görək o hansı variantda? Dihidroksixlorid, dihidroksixlorid. Aha. İndi yoldaşlar, kütləsi necə hesablayaq xrom 3 dihidroksixloridin? Xrom 3 hidroksid 103 qramdır. H-klor 36,5-dir. Bunun kütləsini 1x deyərik. Burada 1,18 desək, reaksiya daxil olan maddələrin kütlələri cəmi alınan maddələrin kütləsinə bərabərdir. Siz oradan x hesablasanız, x bərabərdir 121,5 alacaqsınız. Ona görə sualın düzgün cavabı 61-də eləyəcək, 62-də eləyəcək Y variantı. Davam eləyək 63-cü sualına. 100 ml hidrogen, deməli, hidrogenlə oksigen reaksiyasını yazırıq. H2 üzərinə gəlsin O2, alınır H2O. Bura 1-2, bura 1-2. İndi yoldaşlar, görürük ki, reaksiya 2-nin 1-ə nisbətdə gedir. İndi, amma mənim hidrogenim nə qədərdir? 100. Deməli, mənim 100 hidrogenimlə nə qədər oksigen reaksiya daxil olmalıdır? 50. 50 ml oksigen reaksiya daxil olmalıdır. Bu da verib ki, 50 ml-ni oksigeni də kənarlaşdırıb. Deməli, 50 ml oksigen də reaksiyadan sonra artıq qalıb. Onda ilkin qaz qarşılığında ümumilikdə 100 ml oksigen var imiş ki, onun 50-si reaksiya daxil olub, 50-si də qalıb. Bizdən nə soruşur? Reaksiyadan əvvəlki qaz qarşılığında oksigenin həcm payını hesablayın. Reaksiyadan əvvəlki qaz qarşılığında oksigenin həcm payı. Uşaqlar, 100 ml hidrogen var, 100 ml-də nə var burada? Oksigen. Ümumilikdə qaz qarşılığım 200 ml-dir. Elə hərəsi 100-100-dürsə, deməli 50% təşkil edəcək. Sualın düzgün cavabı C variantı. Gələk 54-cü suala, 64-cü suala. Həll olunan maddənin kütlə payı verilib, məhlulun kütləsi verilib, həll olunan maddənin kütləsi. Kütlə payı necə hesablayırıq? Həll olunan maddə bölünsün, məhlul vurulsun 100%. Bərabər verib 40%. 40 da deməli 10-da 4 deməkdir, yəni 5-də 2 deməkdir. 400, buradan M1 bərabərdir 80-ə. İkincidə M2-ni hesablasaq, M2 bölünsün, yenə məhlulum 200-dür, vurulsun 100 bərabərdir 60-a. 10-da 6, 5-də 3 deməkdir. Burada 1 qalır, burada deməli 40 qalır, onda M2 də bərabər eləyəcək 120. Bizdən də M1 ilə M2, yəni 120-nin üzərinə 80 eləyəcək 200, sualın düzgün cavabı B variantı. Ekran kaydına baxın, bəli gedir. Gələk 65-ci suala. Yoldaşlar, ağ fosforun alınma reaksiyası da aydındır ki, bu nə olacaq? Kalsium ortofosfat, kalsium 3 PO4 2 dəfə. Reaksiyanı artıq əzbər bilməliyik. Biri birdir, kalsium ortofosfatdır, turş duzdur, təbii ki, yanlış normal duzdur. 2-qat superfosfatın, bəli, 2-qat superfosfatın alınmasında istifadə olunur. Sualın düzgün cavabı B variantı. Davam eləyək. Davam eləyək 66-cı sualına. Deməli, CX H Y. Burada OH neçədir? Burada rəqəm var ya yoxdur, görmürəm, çox təəssüf. CX HY OH yəqin ki 4-dür. İndi baxaq, olmaz düzəldək. OH 4 üzərinə gəlsin Z mol oksigen, alınır 4 mol karbon qazı, üzərinə gəlsin 6 molekula su. Gəlin bir dənə düzəldək. Karbonun 4-dür, deməli X olacaq 4, X-im 4 olan cavablar. Y-ə 8 olacaq. Niyə? Çünki hidrogen 8 olmalıdır.
Yox, hidrojen 8 olmalıdır, yox. Çünki variantlara görə getsək, bir dənə baxın, Y ancaq qalır 8. Deməli, bu Y-ə 8 yazırıq. Z-i hesablayaq, görək Z nə qalacaq. Oksigen nə qədərdir? 4 dəfə 2, 8, 6-sı da burada. 14 oksigen burada var. 14 oksigenin 4-ü buradadırsa, 10 oksigen bura düşür. Deməli, Z də 5 imiş. Z də 5 olacaq. Sualın düzgün cavabı 66 eləyəcək D variantı. Hansı metal su ilə reaksiya daxil olunur? Pasiv metal su ilə reaksiya daxil olunur. 68B 69. Maddəmiz amonyak, maddəmiz etan, maddəmiz metan. Hidrogen kütləsi, baxaq yoldaşlar, hidrogen kütləsi ilə hibrid orbitallarsa, amonyakda hibrid orbitalları sp3-dür, yəni 4 hibrid orbital var. Bütün karbon atomları sp3-dür, amma 2 karbon olduğuna görə 8 hibrid orbital var. Karbon atomları sp3, zümrüddə 4 hibrid orbital var. Ona uyğun hidrogen kütləsi. Hidrogen kütləsi 3 qram olanda hibrid orbitalın 4-dürsə, hidrogen kütləsi A olanda hibrid orbitalına verib N1. Buradan N1 bərabərdir 4A bölünsün 3. İndi hibrid orbitallarının sayı 8 olanda, yox, hidrogen kütləsi 6 olanda hibrid orbital 8-dirsə, hidrogen kütləsi A olanda hibrid orbitalına verib N2. Buradan N2 bərabərdir 8A bölünsün 6. Hər tərəfi 2-yə ixtisar etsək 4A bölünsün 3. O birisində hidrogen kütləsi 4 olanda hibrid orbitalların sayı 4-dürsə, A olanda da N3-dür. A olanda da N3-dür. Buradan N3 bərabərdir A-ya. İndi deməli, onda N1 bərabərdir N2-yə, böyükdür N3-dən. Varmı belə bir cavab? Sualın düzgün cavabı 68-də eləyəcək A variantı. Davam edir 69-cu sualdan. Hansı duzlar məhlulun elektrolizlə anodda su oksidləşir? Yəni anodda oksigen alınsın. Anodda oksigen alınsın. O da hansı duzlardadır? Kalium xlorda anodda xlor alınır. Suda məhlulun elektroliz getdi. Mis sulfatda oksigen alınır. Natrium bromda brom alınır. Argentum nitratda oksigen alınır. Sualın cavabı 2 ilə 4. Artıq şifahi bilməlisiniz. Birini izah edirəm. Məsələn, mis sulfatın suda məhlulun elektrolizinə baxaq. Deməli, katod, anod və yazırıq məhlul. Katodda mislə hidrogen mis alındı. Anoda SO4-dən oksigen alındı. Məhlulda isə qalır sulfat turşusu. Sualın cavabı 2 ilə 4 Y variantı. Gələk 70-ci suala. Kalium dixromat, kalium 2, xrom 2O7 üzərinə gəlsin xlor. Bilirik ki, xlorun laboratoriyada alma üsulda alınır kalium xlor, üzərinə gəlsin xrom xlor 3, üzərinə gəlsin xlor 2, üzərinə gəlsin su. İndi mənfi 2, müsbət 4, bura neçə qalır? Müsbət 6. Hidrogenlə mənfi. Xrom gəlir müsbət 3-ə, xlor gəlir 0-a. Yazırıq xrom müsbət 6-dan, xrom gəldi müsbət 3-ə, amma ikisi ilə minus yox, əksinə plus 6 elektron, xlor mənfidən xlor gəlir 0-a, minus 2 elektron, 6, 2, gəlir düşür 2, 6, 1, 3. Deməli, müsbət 3-ə gələn, bura heç nə yazmırıq, 1-dir. Amma bura 1, 3 yazacağıq, 0-a gələnə bura 1, 3 yazdıq. Xrom 2-dir, deməli, onda bura 1, 2 düşəcək. Kalium 2-dir, onda burada 1, 2 düşəcək. İndi xlorlara baxaq, görək nə qədər xlorun var. Yeri gəlmişkən oksigenə görə də hesablaya bilərik. Ya, oksigen burada 7-dir, bura 7 yazacağıq. Hidrogen 14 oldu, bura 14 yazacağıq. İndi görək xlorlar 14-dür. 6, 6, 12, 14 düzəldi. Tənliyində suyun əmsalını 7 soruşur. Bu boyda həngaməyə ehtiyac yox imiş. Cavab 70-də eləyəcək D variantı. Davam elə 71-ci sualla. Alkin, yəni ümumi formulu CnH2-2. Bu qədər litrinin kütləsi verib ki, 89,6 litrinin kütləsi 160 qramdır.
Biz bilirik ki, istənilən, yəni qazın 22.4 litrinə görə hesablayaraq 22.4 litrinə yazıram x 1 moluna görə. 4-ə böl. 4-ə bölündə nə eləyəcək? 40. Yəni 14n-2 bərabərdir 40-a. 14n bərabərdir 42-yə. N də bərabərdir 3-ə. Alkin isə o da olacaq C3H4 71-də cavab eləyəcək B variantı. Gələk 72-ci sual. Alkandır, doymuş aldehiddir, emirləri bərabərdir, molekulunda sp3s. Yoldaşlar, sp3s nədir? Hidrogen atomlarının sayı. Alkanlarda hidrogen atomu 10 olan C4H10-dur. C4H10. İndi bunun kütləsi nəyə bərabərdir? 48, 58. Emiri 58 isə bunun da emiri 58-dir. Aldehidlərin ümumi formulu. Aldehidlərin ümumi formulu CnH2n-O formulu ilə götürə bilərik. Kütlə əgər 58-ə bərabərdirsə, biz burada elə hidrogen atomlarının sayını tapsaq, bəs eləyəcək. 14n üzərinə gəlsin 16 bərabərdir 58-ə. 14n bərabərdir 42-yə. N də bərabərdir 3-ə. Deməli, bu aldehid C3H6O imiş. Aldehiddə olan sp3s-i soruşursa, aldehiddə olan sp3s, bir dənə gözünü lap formulu açaq. CH3, CH2, COH, diqqətli olaq. Burada artıq cavab 6 yox, cavab 5 olacaq. Niyə? Gəlin onu danışaq. Deməli, bu karbon atomu sp3 vəziyyətdədir, bu karbon atomu sp3 vəziyyətdədir, amma funksional qrupda olan karbon atomu sp2-dir. Bizdən də sp3 verib, ona görə buranı götürə bilmərik. Yəni, bu rabitəni götürə bilmərik. 5 dənə. Sualın düzgün cavabı 72-də eləyəcək C variantı. Gələk 73-cü suala. 73-cü sual. Dəmirin qatı nitratla reaksiyasında neçə müxtəlif mürəkkəb maddə? Yoldaşlar, dəmir qatı nitratla verəcək dəmir 3 nitrat üzərinə gəlsin. Deməli, dəmir ortaq dimetaldır. NH3, N2O, qatı ilə verəcək NO. Bir də aydındır ki, sualınacaq. Bizdən nə soruşur? Neçə müxtəlif mürəkkəb maddə alınır? 3 dənə. Dəmir 3 nitrat, su və NO. Sonra gəlirik 74-cü suala. Azot oksidinin hər hansı bir azot oksidi NXOY 1,1 qramında bu qədər oksigen azotun hər hansı bir oksidinin 1,1 qramında bu qədər oksigen var. Deməli, mürəkkəb birləşmənin sadə formunu bizdən soruşur. Yoldaşlar, müxtəlif yollarla bu sualı izah eləmək olar. Məsələn, sayla hesablayaq da, bax, azot oksidinin deməli 1,1 qramında, bax, ümumi azot oksidinin kütləsini verib 1,1 və deyir, bunun bu 1,1 qramında 0,4 qram oksigen var. Onda 1,4-dən 0,4-ü çıxaram. Deməli, burada da 0,7 deməli azot var imiş. Eləmi? Onda deməli, nə yazaq? Azotun öz kütləsi X bərabərdir 14 bölünsün 0,7. O da bərabərdir, deməli, eləmi yazaq, beləmi yazaq? Gəl belə yazaq, deməli, 14 147-yə böləndə 20 burada olacaq. Y bərabərdir 0,4 bölünsün oksigen 16. Bu da nə qədər eləyəcək uşaqlar? Və yaxud da heç belə yazmağa da ehtiyac yox da. Bir dənə heç tənasüblə getməyək. Tapdıq ki, burada bu qədər var da. Hər birini 10 dəfə artırsaq, azot olar N, yəni kütləsi 7 qramdırsa N, bunun kütləsi o 4 qram oksigenin formulu yazmaq mümkün deyil da. Bu formula uyğun getmək olmaz. Məsələn, lap 2 dəfə də artırsaq, indi bir dənə bax, deməli, bu 4-dür da, 2 dəfə də artır, olsun 14, 2 dəfə artır, olsun 8. Biz bu formulu yenə düzəldə bilmərik. İndi, amma 3 dəfə artırsaq, uşaqlar, deməli, 7 dəfə 3, 21 olar, oksigeni, deməli, biz nəyi tapmışıq? Heç, mən niyə belə getdim? Bir dənə bax, heç ehtiyac yox deyə. Deməli, bax, 0,7 bunu tapmışıq, 0,4 bunu tapmışıq.
İndi yoldaşlar, deməli, öz kütləsinə bölərik də hər birini. 0,7 bölünsün azot 14, oksigen isə 0,4 bölünsün 16. Bunlar neçəyə ixtisar gedəcək? Yəqin ki, 2-nin 1-ə qalacaq. Bir dənə kalkulyatorda bölüm. 0,7-ni 14-ə bölsək 0,05 bu eləyəcək. 0,4-ü deməli 16-ya bölsək 0,025 də bu eləyəcək. 0,025 də bu eləyəcək. Hər tərəfi 4-ə vursaq, 4-ə vuraq yoxsa 40-a? Gəl hər tərəfi 40-a vuraq. Hər tərəfi 40-a vursaq, yəni hər tərəfi 40-a vursaq, deməli 0,5-i 40-a vursaq, deməli 40-a. Yoxsa deməli 40-a yox, lap 4-ə vuraq. 2 bu eləyəcək, 1 də bu eləyəcək. O da olacaq N2O. Sualın düzgün cavabı 74 eləyəcək, Y variantı. Davam elə 75-ci sualla. Katyonu göstərir. Müsbət yükdürsə katyon olacaq 75-də cavab A variantı. 76-cı suala baxaq. Bu reaksiyadan biz 1-2 alınır natrium karbonat, natrium 2 CO3 üzərinə gəlsin oksigen. İndi baxaq hansı variantlar deyir, doğrudur. Birləşmə reaksiyası yanlışdır. Oksidaşma reduksiya reaksiyası sərbəst halda oksigen alınır, duz alınır, doğrudur 2-3. Elə cavab C variantı. Parçalanma deyil, homogen reaksiya deyil. Çünki biri qazdır, biri bərk maddədir. Hansı maddənin qatı sulfat turşusu reaksiyasından qaz halında olan maddə əmələ gəlməz? Bir dənə bəs C variantına bax. Natrium 2 silisium O3 üzərinə gəlsin sulfat turşusu. H2SO4. Yoldaşlar, sulfat metasilikatı sıxışdırıb çıxarda bilər. Alınar natrium 2 SO4 üzərinə gəlsin H2 silisium O3. H2 silisium O3 isə çöküntüdür. Qaz halında maddə bu reaksiyadan alınmır. Bərkdir, bərkdir. Cavab C variantı. Xlorid turşusu üçün hansı ifadələr doğrudur? Baxaq. Xlorid turşusu mədə şirəsinin tərkibinə daxildir, doğrudur. Qüvvətli turşu doğrudur. Fluorid turşusundan zəifdir, yanlışdır. Yoldaşlar, H-flor, H-xlor, H-brom, H-yod istiqamətdə. Bu istiqamətdə bunların suda məhlulun turşuluq xassəsi artır. Ona görə xlorid fluoridin qüvvətli turşudur. Sualın düzgün cavabı 1-2. Davam elə 79-cu sualla. Turşunun 0,2 molunu tam neytrallaşdırmaq üçün bu qədər barium hidroksid. Yoldaşlar, barium hidroksidin 1 molunun kütləsi 171 qramsa molla işləyəcək. 34,2-si görək neçə moldur? X mol. Yazıram buradan X bərabərdir. Neyini 2-yə vurub 10-a bölüb, deməli 0,2 mol əlində barium hidroksid reaksiya daxil olur. Yoldaşlar, 0,2 mol hər hansı bir turşu. Bunun üzərinə 0,2 mol barium hidroksid gəlirik. Barium OH 2 dəfə. Əgər söhbət tam neytrallaşmadan gedirsə, H sayı OH sayına bərabər olmalıdır. Baxırsınız ki, reaksiyanın solunda 0,2 vurulsun 2, deməli 0,4 OH var. Deməli 0,4 da H olmalıdır. 0,4-ün H-ı buradadırsa, deməli bu 2 imiş. Turşu 2 əsaslı turşuymuş. 79-da cavab eləyəcək Y variantı. 80-ci suala baxaq. Tarazlığı SO3-ün alınması istiqaməti yönəltmək üçün təzyiqi azaltdıqda mol sayının çox olması istiqaməti yönəlir. Əksinə, burada sola gedəcək. Biri götürə bilmərik. Temperaturu azaltdıqda minus 2-yə, üzr istəyirəm, plus 2, yəni eksotermik reaksiya istiqaməti yönələcək. Yəni sağa 2-ni götürə bilərik. Katalizator tarazlığa təsir göstərməz. Sualın düzgün cavabı yalnız D variantı eləyər. 81-ci sual. 2 metil butandiol 1,3. Metan, etan, propan, butan. 2 metil. Butandiol 1,3. 1,3. Bura bir CH3 yox. CH2, CH, burada bir CH3 yazdıq. İndi bizdən nə soruşur? Neçə üçlü karbon atomu var? Karbonun karbona birləşən 3 dənə qolu olmalıdır. Bax, bu karbon atomu. 1 qol, 2 qol, 3 qol. Bu karbon atomu 2-dir. Çünki bax, karbonun karbona birləşən 2 qolu var. OH-ı nəzərə almırıq. O da eləcək cavab 81-də D variantı.
Normal şəraitdə sıxlığı bu qədər olan qazın, yəni n bölünsün 22,4 bərabərdir 1,25-ə. Buradan n bərabərdir 22,4-ü vurursan 1,25-ə elədi 28. Söhbət hansı birləşmədən gedir? Hə, x elementinin. Əgər bunun kütləsi 28-ə bərabərdirsə, CO-dur da, bu 16-dırsa, buna nə qədər düşür? 12. Sualın düzgün cavabı 82-də eləyəcək A variantı. Davam edək 83-cü sual. Yoldaşlar, həll olması təzyiqlə düz mütənasibət olan birləşmələr qaz aqreqat halında olan birləşmələrdir. Bəlkədir cavab 1 ilə 3, 83-cü sualda. Davam edək 84-cü sualla. İndi baxaq, reaksiyadan normal duz alınırsa, 84-cü sual. Deməli, reaksiyasından normal duz alınır və hər iki maddə tam reaksiyaya daxil olur. Necə yazaq? Reaksiyanı yazaq bir dənə. Kalium hidroksid üzərinə gəlsin H2SO4. Normal duz deyirsə, burada alınacaq kalium 2SO4. Üzərinə gəlsin su, hökmən əmsallaşdıraq. Kalium 2-dir, bura 1-2 yazdıq. Hidrogen 4 oldu, bura 1-2 yazdıq. Yoldaşlar, qatlıqlar bir-birinə bərabərdirsə, S bərabərdir, nü bölünsün, V düstur. Daha doğrusu, həcmlər bir-birinə bərabərdirsə, həcmlə sabit götürsək, qatlıqla mol düz mütənasib asılı ola bilər. Deməli, o qatlıqla mol asılılığından istifadə edək. 2 molu ilə 1 mol reaksiya tam daxil olursa, kalium hidroksid verib qatlığı 8, o birisini verib x də bərabər olsun 4. Sualın düzgün cavabı. 85-ci sual. Alken hidrogenləşmə məhsulunun molyar kütləsi 2x, hidratlaşma məhsulunun molyar kütləsi 3x-6 olarsa, molekulda karbon atomlar. Yoldaşlar, alkenin hidrogenləşmə məhsulu alkandır, yəni CnH2n topla 2. Hidratlaşma məhsulu bir atomlu spirt, yəni CnH2n topla 1 OH. İndi hidrogenləşmə məhsulunun molyar kütləsi, yəni 14n topla 2, 14n topla 2 bərabər 2x-ə. Hidratlaşma məhsulu, yəni 14n topla 18 bərabərdir 3x minus 6-ya. Eləmi? Biz n-i tapmalıyıq. Neyini? Ona görə x-ları buradan ləğv eləyək, belə deyək də. Yoxsa necə? Buradan hər tərəfi gəl 2-yə bölək. 7n topla 1 bərabərdir x-a. X-in yerinə gətirək, onu yazaq. 14n topla 18 bərabərdir 3 vurulsun 7n topla 1 minus 6. Burada 14n topla 18 bərabərdir 21n üzərinə gəlsin 3 minus 6. 21n 7n bərabərdir. Deməli, 7n bərabərdir mənfi 3. Müsbət 3 olaraq bu tərəfə keçir 21-ə. N də bərabərdir 3-ə. Bizdən soruşur, alkın molekulunda olan karbon atomlarının sayını hesablayın. Yoldaşlar, elə alkeni də CnH2 götürmüşdük da. Əgər N-i 3 tapmışıqsa, eləyəcək C3H6. Cavab 3. Karbon atomlarının sayını soruşur. 86. Magnezium nitratın parçalanması. Yazırıq magnezium NO3 2 dəfə. Yoldaşlar, orta aktiv metalda deməli alınacaq magnezium oksid, üzərinə gəlsin NO2, üzərinə gəlsin su. Su nədir? Oksigen. Deməli, azota bir 4 yazaq, bura 1-2 yazaq, bura 1-2 yazaq, görək düzəldi mi? 8, 10, 12, 6, 12 düzəldi. Əmələ gələn qaz qarışığında daha ağır olan qazın həcm payını, daha ağır olan qaz. Yoldaşlar, qaz qarışığımız budur. 4 mol NO2 və 1 mol oksigen. Daha ağır olan qaz aydın ki, NO2 qazıdır. Həcm payı 4 bölünsün 4 plus 5. 1, yəni 5, vurulsun 100%. O da eləyəcək 80%. 87-ci sual.
Almazda bütün karbon atomları dedik ki sp3 hibrid vəziyyətindədir. Qrafitlə fülləyində sp2 belə yazaq. Almazda bütün karbon atomları sp3 hibrid vəziyyətindədir. Qrafitlə fülləyində isə sp2 hibrid vəziyyətindədir. Karbon atomları sp2 hibrid halındadır. A gəlir 2-yə. Deməli, elektrik cərəyanını keçirmir. Artıq bu kimyəvi xassət. Qrafit elektrik cərəyanını keçirir. Ona görə elektrodların almasında istifadə olunur. Keçirməyən almazdır. Zəif metal parıltısına malikdir, təbii ki, qrafit. Bütün karbon atomları sp3 vəziyyətdədir. Almaz. Karbon atomları sp hibrid vəziyyətindədir. Almazda sp3, qrafitlə fülləyində sp2, karbində isə uşaqlar sp hibrid vəziyyətindədir. Deməli, Y də heç birinə aid deyil. Gələk 88-ci sual. Şəkildə əsasən reaksiya təhlilini yazın. 4 molxlorun alınması zaman sərf olunan H-xlorun mol sayı. Yoldaşlar, baxırıq ki, qabımızda var manqan O2. Bura əlavə olunur H-xlor. Bu reaksiyadan alınır manqan xlor 2, üzərinə gəlsin xlor 2, üzərinə gəlsin su. Xlorlar 4-dür, bura 1, 4 yazıq, hidrogen 4 oldu, bura 1, 2 yazıq, oksigen də düzəldi. Reaksiya təhlilini yazdıq, əmsallaşdırdıq. 4 mol xlorun alınması zamanı reaksiya, o xlorun üzərinə yazdıq 4. 4 mol xlorun alınması zamanı sərf olunan H-xlorun mol sayı. 4-ə x-sa, 1-ə x-a 4 isə, 4-ə də 1-də x bərabərdir 16 mol. Cavab vərəqini tamamlayın. Çox təəssüflərimizdə cavab vərəqi yoxdur, amma artıq reaksiyanı bilirik. Kalsium karbidin su ilə reaksiyasına alınır kalsium hidroksid, üzərinə gəlinsin deməli asetilen qazı, yəni C2H2. Hidrogen 4-dür, bura 1-2 yazırsınız, oksigen 2 oldu, düzəldi. İndi cavab vərəqində nələr soruşur, onu mən belə bilmirəm. Çünki əlimdə cavab vərəqi yoxdur. Gələk 90-cı suala. CH3, COH kütlələri bərabərdir, yazırıq. Qarşılıqlı təsirindən alınan nefrin kütləsi, qarşılıqlı təsirindən alınan suyun kütləsi. Yoldaşlar, yazaq. CH3, COOH mürəkkəb efirlə spirt arasında C2H5 efirləşmə reaksiyası baş verir. Bu zaman əmələ gəlir. Karbon turşusunun spirt arasında mürəkkəb efir əmələ gəlir. CH3, COO, C2H5 üzərinə gəlinsin su. Reaksiyaya görə M budur. M budur. Qarşılıqlı təsirdən alınan nefrin kütləsi 17,6 budur. Sonra suyu soruşur. Yoldaşlar, əksinə də rahat deyil. Bax, sirkə turşusunun kütləsini biz hesablaya bilərik. Yəni, mən artıq şifahi deyim, 60-dan. Özünüz buradakı rəqəmlərə görə hesablaya bilərsiniz. Bura 60 yazarıq. Etil spirtini də özünüz hesablaya bilərsiniz, amma mən şifahi deyim 46-dır. Suyun kütləsi də bilirik 18. Reaksiya daxil olan maddələrin kütlələri cəmi reaksiya alınan maddələrin kütlələrinə bərabərdir. 46-ın üzərinə 60, 106, 106-dan 18 çıxanda nə qədər qalır? Dayan görün. Deməli, 60 üzərinə gəlsin 46. Yəni, bu efir öz kütləsi bilən hesablayaq. 60 üzərinə gəlsin 46, çıxılsın 18. 88-dir. İndi 88-dirsə, uşaqlar, bir dənə baxaq. Deməli, 88-dirsə, deməli, onda heç yox, bu MM yoldaşlar, bunlardan biri tam sərf olunur. Bunu MM hələ ki yazmayaq. Görək 17,6-ya nə qədər su sərf olunur? Birinci x verir də, gəl birinci x-i tapaq. 17,6 vurulsun 18 bölünsün 88 eləyəcək 3,6 qram su. M-i tapdıq 3,6. Reaksiya təhlilini yazdıq. X-i tapdıq. İndi gəl M-i tapaq. Yoldaşlar, 46-ya 88 sərf olunursa, görək 17,6-ya nə qədər sərf olunur? 46 vurulsun 17,6 bölünsün 88. 9,2 bundan sərf olunar. Bu birisini də hesablayaq. 60-a 88 alınırsa, 17,6-nı vurarıq 60-a, bölərək 88-ə. 12 qram da bundan sərf olunur. Yoldaşlar, biri tam sərf olunur. Onda M-i biz 12 taparıq da.
Hər ikisinin başlanğıcda 12 qram götürərik. Bu zaman 12-nin hamısı sərf olunar. Etil spirtindən də 12-dən 9,2-si sərf olunar. 12-dən 9,2. 12-dən çıxaran 9,2-ni 2,8 qramda etil spirtindən, yəni C2H5OH-dan artıq qalar. Kütləsi başlanğıcda M12-yə bərabər olar. Sualın düzgün cavabı. Tənliyi yazdıq, əmsallaşdırdıq, X-i tapdıq, M-i tapdıq. Belə.